Bakıda atasını qətlə yetirməkdə təqsirləndirilən Ayxan Vəlizadənin cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə baş tutan ilk iclasda təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib. Ayxan Vəlizadənin barəsində seçilmiş həbs qəti imkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib. Məhkəmənin baxış iclası mayın 6-sına təyin edilib. Qeyd edək ki, hadisə 2025-ci ilin dekabrında Sabunçu rayonunun Ramana qəsəbəsi Gülçülü Savxozu adlanan ərazidə baş verib. Qəsəbə sakini 1981-ci il təvəllüdlü İftixar Vəlizadənin yaşadığı mənzildə qətlə yetirilməsi ilə bağlı polisə məlumat daxil olub. İlkin araşdırmalarla İftixar Vəlizadənin 2006-cı il təvəllüdlü oğlu Ayxan Vəlizadə tərəfindən kəsici alətlə xəsarət yetirilərək öldürülməsinə əsaslı şübhələr müəyyən olunub. Ayxan Vəlizadə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq ona Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb. Onu da qeyd edək ki, hadisə ailə-daxili münaqişə zəminində törədilib. Ayxan Vəlizadə ali təhsilli olmaqla yanaşı 4 xarici dildə sərbəst danışır.